məscidlərini tanıyanlar çoxdur. Nardaran, Bilgə, Maşdağa, hərəsinin öz adı, öz səsi var. Amma bir də Buzovna. Bu da tamamilə fərqli yerdir. Buzovna bizə sanki bu sözü deyir. Gəl və məni hiss elə. Dediyi kimi, mən də gəldim. Kameramla və ürəyimlə. Görək bugün Buzovna bizə nələr deyəcək. Getdik. Quliyev Füzuli, Mikayıloğlu, qəsəbə sakini. Bu məscid gördüyümüz Cümə məscidi adlanır. Mərkəzi məsciddir Buzovnanın. 19-cu ildə inşa oldu. Sonra bir müddət qaldı. O Sovet dövründə işləmədi bu məscid. Sonra bu müstəqillik dövründən sonra bu məscidi bərpa edildilər və cəmaatın ixtiyarına verdilər. Hardasa bir 15 il, 16 ildir ki, bu məscid işləyir. Bundan başqa Buzovnada bir 7-8 məscid də var. Biri də bu məscidin dal tərəfindədir. Yəni Məşədqəri məscidi ilə. O məscid Sovet dövründə də işləyir. Məsələn, Maşlağa məscidi, Buzovnanın məscidi. Biri ki, şəhərdə Təzəpir məscidi idi. Biri ki, Təzəbazan sirkin yanındakı Göy məscidlidir də, orada şeydir. Onlar işləyirdi. İndi sonra aşağı bizdə bir ziyarətgah var. Əliyağ qədəmgahı. Məhəllə məscidləri olub. Məhəllə məscidi. Bir də ki, ümumi mərkəzi məscidləri Cümə məscidi adlanır. Hər bir kənddə var bunlar. 150, 200 yaşı olan, 300 yaşı olan məscidlər var Buzovnada. Bunların o dövrdən, məsələn, Buzovna əhalisi az olub da. Yuxarıda məsəl üçün 1500, 1200 əhalisi olardı. Ancaq 7-8 məscidləri olub. Bu, həmin mən sizə dediyim Mir Mövsüm ağanın, qardaşın nəvəsinin qəbri burada ziyarətgahdır. Yəni, o Buzovnada yaşayıb, burada yaşayıb, olub, burada rəhmət elə gedir və burada bastırılıb. Bu da ki, qəbridir. Gəlirlər, gedirlər. Sovet dövründə bunun adını mənfur qonşularımız öz dağlarına çıxmışlar ki, filan yerin piridir falan. Yox, müğayət olmuşlar. Buzovnanın bu yuxarı hissəsi var. Biz gəldik, indi qayıtdıq belə. Ayrıdır. Biz yuxarı məhəl edirik. Bir də ki, Nazıranlıdır bu məhələ adı. Nazıranlı deyilir bu məhələ. Burada da ki, Nəsranlılar xristianlıqda bir qoldur. Yəni, burada yeri məskən saliblər. Bu da olan bir kilsəsidir o dövrdə. Alban kilsəsidir. 4 dənə tağdır var. Tağın biri qalıb. İstər-istəməz dağılır küləkdən. Ağlım keçəni belə görmüşüm. Biraz kiçiklər də vardı, onları sonra söktülər də. Ancaq bu tağ elə qalıb. Kəndimizin ən qədim abidəsidir bu. 3-cü əsr, 4-cü əsrin abidəsidir. Ayda bir dəfə çıldağa getmək yaxşıdır gəlir ki, o 40 günə çatmır da eləməyə. Yəni burada da istifadə edirlər. Ən əsas da ki, tolka sındırırlar, edirlər. Ancaq ki, şəfa tapanlar da var. 1100 il yaşı var. Hun qəbirstanlığı deyilir. Özü fikir verirsiniz, indi başdaşlar az qalıb, sınıb, dağılıb da. Hündür başdaşlardır. Belə başdaşlar heç yerdə yox. Əsasən şeydir, yəni. İndi çoxu da sınıb, dağılıb. Burada görürsən, bütün hamısı yazı iləndir. Şimdi mən bunları oxuya bilmirəm ama orada yazma görürsünüz, sanduqa deyilir bunlara. Sanduqa bax deyirlər. Hamısı yazı ilə. Bax 2 dənəni çəkin siz. Seyid Qasım türbəsi deyilir. İçəridə qəbri də var.
qədəmgah oradır. Onun üçün bu məscid. Otuz 35 il bundan qabaq tikilib, xeyriyyəçi tərəfindən tikilib, məscid cəmaatın istifadəsinə verilir. Və istifadə edirlər, namaz qılınır, şey olursa. Əsas qədəmgah da buradadır. Bunlar yardımçı binalar yuxarıdadır ki, ehsan vermək üçün böyük bir otellər var.